Allah qorusun pis sonluqdan hamımızı. Allahdan istəyirəm ki, Allah subhanahu və teala hər birimizi pis ölümlə ölməkdən qorusun. Alimlər deyirlər ki, bir insanın zahiri gözəldirsə, batini salamatdırsa, o pis sonluqla heç vaxt ölmür. Deməli, nə etmək lazımdır? Zahiri salah olsun, salih olsun, yəni zahiri əməlləri. Batini salamat olsun. O insanlar pis sonluqla heç vaxt ölmürlər. Elhamdülillah. Lakin səbəblər çoxdur. Danışıblar alimlər. Məsələn, Sıddiq Həsən xan, rahiməhullah, orada bir kitabında deyir, bir neçə səbəb deyir. Deyir, ən başlıca səbəblərdən biri fəsadul etiqad. İnsanın etiqadının fəsad olmasıdır. İnsanın etiqadının xarab olması, fəsad, batil olması. Batil etiqad üzərində olan insan zahirən nə qədər zahid olsa da, abid olsa da, gözəl olsa da, o insan ola bilər ki, pis sonluqla ölsün. Çünki etiqadı fəsaddır ona görə. Əksi nədir? Sağlam etiqad. Yəni, gözəl sonluğa səbəbdir. Nə pis sonluğa səbəbdirsə, onun əksi gözəl sonluğa səbəbdir. Ona görə insanın etiqadı çox önəmlidir. Ən birinci səbəb fəsad, etiqadın bərbad olması. Yəni, Quran sünnəyə müxalif olması. Bu səbəb olur insanın pis etiqadla, pis sonluqla ölməsinə. İkincisi, böyük günahlarda israrlı olmağı deyiblər. Bir müsəlman əgər böyük günah edirsə, bir dəfə yox, 2 dəfə yox, 3 dəfə yox, müsəlman düşə bilir böyük günaha. Labüddür. Hamımız düşürük. Lakin qaydırıq, düşürük, qaydırıq, belə yox. Böyük günah edir, növbə-növ və israrlıdır, davamiyyətli, qayıtmır. O, pis sonluqla ölməyə gətirib çıxarır. Nə qədər insanlar belə misallar vermək olar. İmam İbn Qeym Rahiməhullah bir çox kitablarında gətirib belə insanların ölümünü, hekayəsini xəbər verib ki, bax, belə olublar, belə olublar, belə olublar. Biri ölüm ayağında içki istəyib, mənə şərab gətirin. Biri zümzümə eləyib, mahnı oxuya-oxuya ölüb. Çünki ömür boyu mahnı oxuyub. Biri belə, biri belə. Hamısı o böyük günahla yaşayıblar onlar. Bəli. Kim nə ilə çox yaşayırsa həyatda, ondan da ölür. Ondan da ölür. Ona görə böyük günahda israrlı olmaq təhlükəlidir. Üçüncüsü, məsələn, deyiblər, qəlbdə Allaha məhəbbətin az olması. Qəlbdə Allah sevgisinin az olması. Niyə bunu deyiblər, kim bilir? Çünki insanın qəlbində Allah sevgisi azdırsa, əmrləri yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməyəcək. Ona görə Allahı sevən məhəbbət qəlbdə Allaha çoxdursa, o əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinəcək. Ona görə deyiblər ki, məhəbbətin, Allaha qəlbdə sevginin az olması pis sonluqla ölməyə səbəbdir, Allah uzaq eləsin. Bir çox səbəblər var, indi yadda qalan budur yəni.